Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahli sadri ve yassir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahumma allimna ma yenfa'una ve fa'na bima allamtana ve zidna ilmu ba'd. Əziz qardaşlar, bugün Şeyx Muhammed bin Abdullah Rahimahullahın başqa bir risaləsinə başlayacaq. Yəni, həmin kitabın içərisində başqa bir risalə zikr edir deyə və bu risalə demək olar ki, yəni başqa kitablarına nisbətən demək olar ki, bizim dilimizə şərh olunmamış bir risaləsidir. Şeyxin yəni 3 əsasdır, 4 qaydadır, tövhid kitabıdır, şübhələrin kəşfidir. Demək olar ki, elm tələbələrinin yəni çoxusu bu kitabları şərh eləyiblər, izah eləyiblər. Lakin bu kitab çox vaxt bu şeyxin Durar Səniyyədə mövcuddur. Ayrıca bir risalədir, 4 məsələdir. Və 4 keçdiyimiz bizim hansı ki bitirdik, o 4 qayda idi. Qaydalar yadınızdadır da. Yəni dedik ki, birinci qayda nə dedi? Rububiyyət tövhidi öz-özlüyündə İslam'a daxil olmaq üçün yetərli deyil. İkinci dedik ki, qədimdə şərik qoşanlar da necə ki indikilərin şübhəsi var. Onlar da eyni şübhəni gətirdilər ki, biz Allaha yaxınlaşmaq üçün bunu edirik. Ona cavab verildi o qaydada. Üçüncü qaydada o şübhəyə cavab verildi ki, onlar dedilər ki, siz Peyğəmbər sallallahu aleyhi və səlləmi Allaha şərik qoşanla Latı, Üzzanı Allaha şərik qoşanı bir mi tutursunuz? Yəni bununla bunu bir mi tutursunuz? Onlar bütləri, ağaçları Allaha şərik qoşurdu. Biz isə Peyğəmbərləri, imamları, salihləri, övliyaları Allaha ortaq tuturuq. Ona cavab verildi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm göndərildiyi toplumun içində Peyğəmbərləri də Allaha şərik qoşanlar var idi, salihləri də, mələkləri də, ağaçları, daşları da hamısı var idi. Və Rasulullah sallallahu aleyhi ve sellem hamısından eyni cür davrandı. Yəni Allah azze ve celle onların arasında fərq qoymadı. Və sonuncu qayda da şeyxin getirdi. Dördüncü qaydada nədir? Dördüncü qaydada bəyan elədi ki, indikilərin şirki keçmişdə olanların Peyğəmbər sallallahu aleyhi ve sellemin göndərildiyi Məkkə əhlinin şirkindən daha betərdi. Və bunun da biz bir neçə tərəfdən izah elədik. Niyə görə daha betərdir? Və biz buna da şeyx burada 7 vacihdən, 7 tərəfdən buna cavab verdik. Və bugünkü ki başlayacağımız kitabımız isə 4 məsələ kitabıdır. Və şeyx adını qoyub ki, müsəlmanı şirk əhlindən fərqləndirən 4 məsələ. Amma mən deyərdim ki, bunun əsl adı nəinki müsəlmanı, hətta sünnə əhlini bidət əhlindən fərqləndirən, nəinki müsəlmanı şirk əhlindən. Hətta ola bilər ki, bunun bəzi qaydalar ola bilər ki, onu müsəlmanlar desinlər, lakin yəni sünniyə tabi, xüsusən də axırıncı qayda ittiba məsələsindən danışır. İttiba Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə tabi olma məsələsindən. Ona görə deyərdim ki, məsələn bu, yəni əslində insanların sünniyə tabiçiliyi, yəni əsl sünnə əhlinin necə olması məsələsində gətirdiyi 4 qaydadır. Və şeyx deyir ki, bu kitabı yazmaqda, bu risalədə məqsəd deyir, məndən deyir, bəzi dostlarım deyir, hansı ki onların sözünü geri qaytarmayacağım dostlarım, məndən tələb elədilər ki, mən 4 məsələni cəm edim, hansı ki orada müsəlmanı şirk əhlindən seçən məsələlər oldu. Və ilk olaraq məsələ, bugünkü məsələ, qısa məsələdir, hansı ki bu məsələyə biz 3 əsasda toxunmuşuq, hatırlayırsınızsa 3 əsasda. Birinci əsasda məsələlərə danışmışıq və şeyx deyir ki, əl-məsələtul ulə, birinci məsələ, ennəl-ləzi xalaqana və savvarana və ləm yetrukuna həmələ. Bizi yaradan və bizə surat verən bizi boş-boşuna tərk etməyib. Bəl ərsələ ileynə rasulən. Əksinə bizə peyğəmbərlər, bizə peyğəmbər göndərib. Ma'ahu kitabun min Rabbina. Onunla bərabər Rəbbimizdən kitab var. Fəmən ata'a fəhuva fil cənnə. Kim ona itayət edərsə, o cənnət əhlidir. Və mən asa fəhuva finnər. Kim ona asi olarsa, o cəhənnəm əhlidir. Və dəlil qovluhu teala. Bunun da dəlili Allah azze və cəllənin bu ayəsidir ki, Allah təala buyurur ki, İnnə arsəlnə ileykum rasulən şəhidən aleykum kəmə arsəlnə ilə firavunə rasulə. Fəasa firavunur rasulə fəxədən və bilə. Allah azze və cəllə buyurur ki, İnnə arsəlnə ileykum rasulə. Biz sizə peyğəmbər göndərdik. Şəhidən aleykum, sizin üzərinizə şahid olmaq üçün. Kəmə arsəlnə ilə firavunə rasulə. Necə ki, Firona
peyğəmbər göndərdiyimiz kimi, yəni Musa əleyhissalamı Firavuna göndərdiyi kimi Allah azza və cəllə buyurur ki, peyğəmbəri sizə göndərdi. Və başqa ayədə Allah təala buyurur ki: "Və men yuti'illaha və rasulahu yudkhilhu cennetin tecri min tahtiha al-anharu xalidin fiha və zalikal fawzul azim." Kim Allaha və Rasuluna itaat edərsə, Allah onu cənnətə daxil edəcək. O cənnətin altından çaylar axır, onlar orada əbədi qalacaqlar. Və zalikal fawzul azim. Və bu böyük əzəmətli bir qurtuluşdur. Və men ya'sillaha və rasulahu və yeta'adda hududahu yudkhilhu naran xalidan fiha və lehu azabun muhin. Kim Allaha və Rasuluna asi olarsa və onun hədlərini aşarsa, onu cəhənnəmə daxil edər və onlar orada əbədi qalacaqlar. Onlar üçün alçaldıcı bir əzab vardır. Yəni bu qaydada, bu məsələdə daha doğrusu Şeyx rahimehullah nəyi bəyan etmək istəyir? Bəyan etmək istəyir ki, qardaşlar, sən ey Adəm övladı, ey insan, Allah azə və cəllə səni yaradıb. Səni yaratmaqda, yəni səninlə bərabər digər məxluqatları da yaradıb, lakin səni fərqli yaradıb. Allah azə və cəllə səni digər məxluqlar kimi yaratmayıb. Səni mükəlləfliyin bağlı olduğu bir şeylə şərəfləndirib, o da ağıldır. Hansı ki, yaradılmışın heç birinə vermədiyi bir neməti sənə verib. O da nədir? Ağıl nemətidir. Və ağıl olduğuna görə də sən artıq nədir? Mükəlləfsən. Sən yəni Allah azə və cəllənin əmr və qadağaları ilə mükəlləf olmusan. İnnə aradnəl əmənət alə səməvati vəl ardı vəl cibəli fəəbeynə ən yəhmilnəhu və əşfəqnə minhə. Və həmələhəl insan. Allah azə və cəllə buyurur ki, biz əmanəti, yəni mükəlləf olma əmanətini göylərə, yerə və dağlara ərz etdik. Onlar deyir, boyun qaçırdılar, qorxdular bunlar və onu insan götürdü üzərinə. Adəm övladı insan bu mükəlləfliyi götürübdür. Və Allah azə və cəllə bizi bununla mükəlləf edib və deyir və sizi bizə surət verir. Və ləqəd xalaqnəl insənə fi əhsəni təqvim. Biz insanı ən gözəl surətdə yaratdıq. O insanın surəti ən gözəl surətdir. Adəm övladının surəti. Baxın, nəysə insandan hər hansı bir orqanı, 2 dənə olan orqanı 1 sayın və yaxud 1 olanı 2-3 sayın. Nə artıq deyil insanda olan orqanlar, nə də nəysə əksik deyil. Subhanallah, Allah azə və cəllənin hikmətidir. Allah azə və cəllənin hikmətidir. Yəni insanın yaradılışı ayrı möcüzədir. Və insan elə zənn etməsin ki, Allah azə və cəllə bizi bəli yaratdı, artıq sizə yaratdım, gedin yer üzündə istədiyinizi edin. Xeyr. Yəni bizi boş-boşuna buraxmayın. Əyəhsəbul insanu ən yutraka suda. İnsan eləmi zənn edir ki, o boş-boşuna buraxılıb? Yəni başına buraxılıb. Xeyr, belə deyil. Sən mükəlləfsən, sənin yaradılış qayən var. Yaradılış qayən var. O da Allah azə və cəlləni təkləşdirməkdir. Və mə xalaqtul cinnə vəl insə illə liyəbudun. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Və bu ibadətin də gerçəkləşməsi yalnız bir yolla mümkündür. Sənin yaradılış qayən nədir? Allah azə və cəlləni ibadətdə təkləşdirmək. Və bu əməlin də gerçəkləşməsi üçün doğru düzgün həyata keçirməyin bir yolu var. O da Rasulullah sallallahu aleyhi ve sellem öyrətdiyi kimi etmək. Ona görə deyir ki, bizə Peyğəmbər göndərib ki, onunla bir kitab var. Və kim ona itaat edərsə cənnətə daxil olar, kim ona asi olarsa cəhənnəmə daxil olar. Yəni, Rasulullah sallallahu aleyhi və səlləm, yəni Muhammedən Rasulullah kəlməsi qurucu kəlmə deyil. Rasulullah sallallahu aleyhi və səlləm göndərilib ki, Peyğəmbərdir, bitdi, xeyr. Peyğəmbər sallallahu aleyhi və səlləm göndərilib ki, ona itaat edək. Onun, belə deyək, öz dilimizdə deyək ki, bir sözünü 2 etməyək. Onun əmrini 2ləməyək. Onun qadağalarına qarşı biganə olmayaq. Çünki Rasulullah sallallahu aleyhi ve sellem elə bir şey yox ki, onu bəyan etməsin. O şeydə ki, insanlara xeyri var, insanlara fayda var. Xeyr olan hər bir şeyi bəyan edibdir. Şər olan, zərər olan hər bir şeydən çəkindiribdir. Və qurtuluş yalnız onun yolundadır. O yüzden Rasulullah sallallahu aleyhi ve sellem hədisində deyir, Tərəxtukum alə nəhcin leyluhə kənəhərihə. Mən sizi elə bir yol üzərində buraxıram ki, gecəsi gündüz qədər aydındır. Lə yəziğu anhə illə həlik. Ondan yalnız həlak olan azar. Və həmçinin Əbu Darda radiyallahu anh nə deyir? Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bizi elə bir yol üzərində buraxdı ki, hətta göydə qanad çalan quş haqqında bizə bir xəbər verdi.
Hər şey haqqında bizə xəbər verdi. Yahudilərdən biri gəlir, İbn Məsud radiyallahu anh istehza edir ki, sizin peyğəmbəriniz sizə ayaq yoluna girməyi öyrədibdir. Yəni, belə şeylərlə məşğul. Deyir, bizim peyğəmbərimiz bizə hər şey öyrədib, hətta ayaq yoluna girmək ədəbində öyrədib. Yəni, sol ayaqla girirsən, deyir, sağ ayaqla çıxırsan. Yəni, o qədər incə məsələləri bizə öyrədib. Yəni, burada alçaldacaq, lağa qoyacaq bir şey yoxdur. Dinin hər məsələsini bizə öyrədib Peyğəmbər s.ə.v. Heç nə Rasulullah s.ə.v. tərk etməyib. Və bizə də əmr edib ki, məni sizə öz sünnətimi qoyuram. Və özümdən sonra öz sünnətimi və Raşidi xəlifələrimin sünnətimi qoyuram. Azı dişlərinizlə ona sarılın. Və kim sizdən sonra yaşayacaq çoxlu ixtilaflar görəcək. İxtilaflar olacaq, parçalanmalar olacaq. Bu, Allahın qovunu sünnətidir. İxtilafların baş verməsi, ümmətdə parçalanmaların baş verməsi. Bu, Allah Azəbə Cəllənin yer üzündə qovunu sünnətidir. Yəni, bu baş verəcək. Allah, Peyğəmbər s.ə.v. xəbər verib, Sadiqul Məsduqdur. O deyib, olacaq. Çünki ona da Allah Azəbə o vəhy ilə xəbər verib. Lakin, Peyğəmbər s.ə.v. yəni bizə xəbər verir ki, bir xəstəlik olacaq. Bu xəstəlikdir. Lakin bu xəstəlikdən müalicə yolunu da bizə xəbər verib. Müalicə yolu nədir? Deyir, aleykum bi sünnəti və sünnəti xulafə'r raşidin. Mənim və Raşidi xəlifələrimin sünnətimə sarılın. Demədi ki, öz havanızla hökm verin. Ağlınıza qaydın. Demədi ki, baxın, görün, şeyxləriniz yuxusunda nə görəcək. Demədi ki, nə bilim, gedin özünüzdən sözlər çıxardın ki, məsum imamların adına ki, məsum imamlar belə deyir. Demədi ki, bir alim sözü götürüb onu özünüzə bayraq edin. Belə bir şey yoxdur. Qaydış nöqtəsini bizə bəyan elədi. İxtilafdan xilas olmaq, o problemdən, o xəstəlikdən xilas olmağın yolunu Rasulullah s.ə.v. bizə bəyan elədi. O da nədir? Onun sünnətinə sarılmaqdır. Onun sünnətinə sarılmaq nə deməkdir? Allah Azəbə Cəllənin sevgisini qazanmaq deməkdir. Çünki Allah s.ə.v. buyurur ki, قُلْ اِنْ كُنْتُمْ تُحِبُّونَ اللّٰهَ فَاتَّبِعُونِ يُحْبِبْكُمُ اللّٰهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ. Deyir ki, əgər sizi Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Qurtuluş yalnız Rasulullah s.ə.v. sünnəsinə sarılmaqdadır. Bidətlərdən, yollardan, dəstələrə qoşulmaqdan, bunlardan çəkinmək lazımdır. Müsəlmana vacibdir ki, ona özünə imam olaraq tək Rasulullah s.ə.v. götürsün. İmam olaraq tək Peyğəmbər s.ə.v. götürsün. O yüzdən Rasulullah s.ə.v.'in din nədir? Peyğəmbər s.ə.v.'in əmr etdiyidir. O şey ki, necə ki İmam Malik rahimehullah buyurur ki, o şey ki Peyğəmbər s.ə.v. zamanında din deyildi, bugün din ola bilməz. Sən bir şeyi insanlara din olaraq zorla yeridə bilməzsən. Bu dindir deyə, bu dində var deyə bunu yeridə bilməzsən. O şey ki Rasulullah s.ə.v. zamanında din deyildi. Və bu çünki Allahın dinində cürət etməkdir. Və bu təhlükəli bir şeydir. Allah Azəbə Cəllə nə deyir? Əm ləhum şurakâ'u şəra'u ləhum minəd-dini mə ləm yəzən bihillah. Yoxsa Allahın dinində izin vermədiyi şeyləri onlara izin verən onların ortaqları mı var? Şərik adlandırır. Çünki təşri' məsələsi, qardaşlar, təşri' yəni şəriət qoymaq Allahın haqqıdır. Peyğəmbər s.ə.v. də haqqı deyil. O, tək Allah Azəbə Cəllənin haqqıdır. Şəriət qoymaq Allah Azəbə Cəllənin haqqıdır. Peyğəmbər s.ə.v.'in üzərinə düşən nədir? Təbliğ etmək, çatdırmaqdır. Əgər bir insan deyir ki, bir əməl gətirir, deyir, filan zikri edin, filan əməli edin, filan cür namaz qılın, bu qədər, hər rükətdə bu qədər Fatihə oxunsun, bu qədər filan şey oxunsun, bu rükətdə filan şey oxunsun, deyə bir namaz çıxardır. Hansı ki, onu Allah və Rasulullah Allah Azəbə Cəllə əmr etməyib, Peyğəmbər s.ə.v. bizə xəbər verməyib. Bu, Allahın dilində şəriət qoymaqdır. Və yaxud hər hansı bir hökmü qaldırmaq. Deyir ki, bu gecə Rəbbimlə görüşdüm, mənə dedi ki, filan hökm nəsx olunub. Bu Allah dostudur, dedi, artıq şəriətdən hökm qaldırır bu. Subhanallah. Bu Allahın dinində təşri' etməkdir, şəriət qoymaqdır. Bunu da Allah Azəbə Cəllə adlandırır, şərik qoşmaq adlandırır. Deməli, itayət Peyğəmbər s.ə.və
qeyd şərtsiz olmalıdır. Necə ki İmam Malik rahimehullah buyurur ki, hər kəsin sözü qəbul oluna da bilir, rədd oluna da bilir. Sənin, mənim, hər kəsin, istənilən alimin, istənilən şeyxin, nə qədər böyük şeyx olsa belə. 4 imamın, Əhlüsünnənin 4 mötəbər imamı, hansı ki fiqh məsələlərində götürülür. Onların sözünü bəzən baxırsan ki, rədd edirsən, qəbul eləmirsən. Tabii ki, bunda ədəblə, ədəb çərçivəsində. Deyirsən ki, bəli, bu alim deyib, filan alim, bu məzhəb alimi deyib, lakin bu rəy digər rəy daha güclü rəydir. Biz ona təqlid etmək məcburiyyətində deyilik. İmam Malik rahimehullah 4 imamdan biridir. O da onu qəsd edir ki, hər kəsin sözü qəbul olunur da, rədd olunur da. Və Peyğəmbər sallallahu əleyhi və səlləm qəbrinə işarə edir ki, bu qəbrin sahibindən başqa, yəni onun sözü yalnız qəbul olunmalıdır, rədd oluna bilməz. Bu İmam Malikdən 4 məzhəbdən biri olan Maliki məzhəbinin imamı İmam Malikin sözüdür. Həmçinin İmam Əbu Hanifə rahimehullah öz tələbəsi Əbu Yusuf'a deyir, ey Əbu Yusuf, mənim hər söylədiyimi yazma deyir. Mən bugün bir söz söyləyərəm, sabah ondan qayıdaram deyir. Eləcə necə ki, o çox məsələlər var ki, İmam Əbu Hanifə rahimehullahın qayıtdığı məsələlər var. Onlardan biri məsələn necə ki, Tirmizi Sünənində gətirir. Əbu Hanifə rahimehullah xəstələnəndə, ömrünün axırlarında xəstələnir, insanlar onu ziyarətə gəlir və namaz vaxtı gəlir, dəstəmaz almağa su istəyir. Hər kəsin gözü qarşısında dəstəmaz alır və corablarına məhz çəkir. Çünki Əbu Hanifə ömrü boyu o rəydə olmayıb, coraba məhz çəkməyi görməyib, xufa məhz çəkməyi deyib. Və o gün nə deyir? Deyir, mən bugün etmədiyim bir şey etdim. Yəni, nə deməkdir? O rəyimdən döndüm deməkdir. Baxmayaraq ki, çox təəssüf olsun ki, onu təqlid edinlər, bu məsələdə təqlid etmirlər. Eləcə də İmam Şafi rahimehullah. İmam Şafi rahimehullah deyir ki, əgər səhih, mənim sözüm səhih hədisə müxalif olarsa, mənim sözümü divara çırpın, divara vurun. Bir nəfər gəlir, İmam Şafi'dən bir məsələdə dəlil soruşur, bir məsələdə hökm soruşur. İmam Şafi deyir ki, məsələyə birbaşa hədislə cavab verir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu məsələdə belə demişdir, deyir. Adam deyir, bəs sənin rəyin nədir? İmam Şafi'nin qəzəbdən üzü qızarır. Deyirsən, məni kilsədə görürsən, yoxsa sinagogda görürsən, yoxsa atəşpərəstlərin o ibadət ocağında belində zincir görürsən. Yəni, biz onlardanıq ki, yəni, Peyğəmbərlərə bir söz desin, özləri başqa söz desin. Mən sənə deyirəm, Peyğəmbər s.ə.v belə dedi, sən deyirsən ki, sənin rəyin nədir? Həmçinin İmam Əhməd rahimehullah insanları daimə sünniyə bağlayan bir insan olub. Deyir ki, bəzi insanların halına təəccüb edirəm, hədisi qoyub, Sufyanın və və digərlərin sözünlə uyğurlar. Onların halına deyir, təəccüb edirəm. Və ayə gətirir ki, فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. Onun əmrinə, yəni Peyğəmbər s.ə.v-in əmrinə müxalif olanlar başlarına gələcək fitnədən yaxud da şiddətli əzabdan qorxsunlar. Deməli, bu 4 imam bizə bunu tövsiyə edib ki, bizə təqlid etməyin. Həmçinin İmam Əhməd deyir ki, لَا تُقَلِّدُونِ وَلَا تُقَلِّدُوا شَافِعًا وَلَا مَالِكًا. Nə məni təqlid etməyin, nə Şafini, nə Maliki. Dəlil hardasa ona tabi olun deyirlər. Bu imamlar bunu əmr ediblər. Rasulullah s.ə.v uymağı. Eyni zamanda o şeyxin deməyi ki, kim ona asi olarsa, Peyğəmbər s.ə.və asi olarsa, onun qadağalarından çəkinməzsə, Allah onu cəhənnəmə daxil edər. Əgər Allah Rasulullah s.ə.v bir şey bizə yasaq edibsə, ondan uzaq durmamız lazımdır. Qadağaları gücümüz yetən qədər, daha doğrusu vacibləri gücümüz yetən qədər, qadağaları isə qeyd-şərsiz tərk etməmiz lazımdır. Hədisdə buyurur ki, mə əmərtuhum bihi fə'tu minhum məstata'tum. Fə'tu bihi məstata'tum deyir ki, sizə nəyi əmr edirəmsə, onu gücünüz çatan qədər yerinə yetirin. Və mə nəhəytukum anhu fəctənibuh. Nəyi qadağan edirəmsə, onlardan çəkinin. Gücünüz çatan qədər çəkinin demir. Niyə görə? Çünki qadağalarda insana əziyyət yoxdur. Vaciblərdə ola bilər. Sənə əmrlər edilib, ibadətlər əmr olunubdur. Məsələn, xəstəsən, sənin gücün yoxdur o əmrlərdən oruc ibadətini yerinə yetirməyə. Gücün yetmir, tutmursan. İmkanın yoxdur. Var dövlət sahibi deyilsə, zəkat vermirsən. Əmr olunursan, amma
Gücün yetmir. Amma qadağalarda belə şey yoxdur. İçkini tərk elə, gücün çatırsa yarısını tərk elə, ya məxsus zinanı tərk elə, oğurluğu tərk elə, yarısını tərk elə. Elə şey yoxdur. Qadağalarda insan hamısını tərk etməlidir. Bütünlüklə qadağaları tərk etməsi lazımdır. Onları aşmaq Allah Rasuluna sallallahu əleyhi və səlləmə qarşı gəlməkdir. Və mə ətəkumur rasulu fəxuduhu və mə nəhəkum anhu fəntehu. Allah Rəsulu sizə nəyi verirsə, onu götürün, nəyi əmr edirsə, onu yerinə yetirin. Nədən çəkindirsə, ondan uzaqlaşın. Allah Azze və Cəllə bunu sənə əmr edir. Peyğəmbər sallallahu əleyhi və səlləm asi olmaq olmaz. Ona qarşı çıxmaq olmaz. Allah Azze və Cəllə bəyan edir, və atiyullah və atiyur Rasulü və la tubtilu ə'mələkum. Allaha itaat edin, Resuluna itaat edin və əməllərinizi batil etməyin. Yəni, Allah və Resuluna itaat etməsinizsə, sizin əməllərinizin batil olmasına səbəb ola bilər. Və şeyx bu qaydada qısaca olaraq nəyi bəyan edir, qardaşlar? Bəyan edir ki, deməli, biz bu dünyaya boş-boşuna gəlməmişik. Allah Azze və Cəllə bizi boş-boşuna yaratmayıb, bizi yaradıb ki, onun göndərdiyi Peyğəmbərin sallallahu aleyhi və səlləmin şəriətinə tabi olaq, onun gətirdiyi kitabı oxuyub, ona əməl edək, oradakı əmrləri yerinə yetirək, oradakı qadağalardan çəkinək. Kim o əmrləri yerinə yetərsə, tətbiq edərsə, Peyğəmbər sallallahu əleyhi və səlləmin buyurduqlarını yerinə yetirərsə, cənnətə daxil olar. Kim həmçinin qadağalarından çəkinərsə, cənnətə daxil olar. Kim o əmrləri tərk edərsə, qadağaları çeynəyərsə, o cəhənnəmə daxil olar. Və qısaca olaraq qaydanın mənası bu idi. Allahdan istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin. Eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik. Əşhədu an la ilaha illə əntə, əstəğfiruka və etûbü ileyk.